Növbəti bir sualımızın izahına baxaq. Deyir ki, cədvəl əsasında uyğunluğu müəyyən edin. Baxın, sərbəst şeir və heca vəzni şeirlər üçün ortaq fikirdir. Sərbəst şeir üçün doğrudur, amma əruz vəzni şeirlər üçün yanlışdır. Gəl baxaq görək, uyğunluqda nələr var. Çarpaz qafiyədən istifadə oluna bilər. Çarpaz qafiyə, ümumiyyətlə, çarpaz şəkildə qafiyələnmə var. Çarpaz qafiyə deyələ bir şey yoxdur, çarpaz qafiyə. Çarpaz şəkildə, yəni bax, 1 ilə 1, 2, belə deyək də, 3, 4. 1 ilə 3, 2 ilə 4, belə bax, budur. Çarpaz şəklində qafiyələnmə. İndi deyir ki, çarpaz qafiyədən istifadə oluna bilər. Bəli, bu heca vəzni şeirlərdə olur. Məsələn, elə baxaq qoşmanın ilk bəndinə, qafiyə quruluşu nədir? A, B, C, B. Burada görsən, çarpaz 1 ilə 3 qafiyələnmə. Və sərbəst şeirdə də bu özünü rahatlıqla göstərə bilər. Çünki sərbəst şeirdə deyilmişik. Bir düzdür. Belə şeirlərdə müəyyən ölçü özünü göstərir və ahəngin dalbadal qafiyənin olması zəruridir. Yox, bu fikir belə şeirlərdə müəyyən ölçü özünü göstərir və ahəngin dalbadal qafiyələnməsi. Dalbadal qafiyələnməsi. Sərbəst şeirdə belə bir anlayış var. Yox da axı. Misralarda hecaların uzun və ya qısaldığını nəzərə alınmadığı belə şeirlərdə şeir vahidi hər zaman bənd olur. Bu, heca vəzni üçün doğrudur. Yəni, bu əruzla yanlış fikirdir. Heca üçün doğrudur, amma sərbəst şeirlə ortaq cəhət deyil axı. Sərbəst şeirdə hər zaman bənd anlayışı yoxdur. İndi deyir ki, sərbəst şeir üçün doğru olsa da əruz üçün. Müəllif misraları standart ölçüdən, vəznin tələblərindən kənara çıxarsa da, ahəng tarazlığı gözlənilir, bəli. Ahəng tarazlığı nə olacaq? Gözləniləcək. Amma sərbəst şeirdə müəllif misralı standart ölçüdən, vəznin tələblərindən kənara çıxartmır axı. Orada da müəyyən bir əruzda var. Bu cür şeirlərdə heca vəzninin tələbləri aydın sezilir. Aydın yox, belə deyək də, sərbəst şeirdə hardasa heca vəzninin təsiri özünü göstərir. Amma bu o deməkdir ki, hər zaman belə bir vəziyyət özünü göstərəcək. Təbii ki, bu fikir səhvdir. Ahəng tarazlığı, nitqdə ifadəsini tapan daxili həyəcanlar, vurğu və intonasiya ilə tənzimlənir. Bəli, bu sərbəst şeir üçün doğrudur, əruz üçün yanlışdır. Və bizə lazımdır deməli 1, 4, 6 doğru cavabımız olacaq. E variantı.